Bu Temu sifarişini açmaq üçün səbirsizliklə gözləyirdim. Bu dəfə həm özüm, həm də Elisa üçün gündəlik istifadə edəcəyimiz məhsulları sifariş etmişəm. Gəlin birlikdə baxaq görək seçimlərim necə alınır. Bu donun rəngini və modelini çox bəyəndim. Yay üçün həm rahat, həm də gündəlik geyimi üçün əladır məncə. Elisa üçün də belə bir tərlik sifariş etdim. Artıq yeriməyə başladığı üçün ayaqqabılar çox tez cırılır. Ona görə həm rahat, həm də ayağını qoruyacaq bir model seçdim. Hovuz üçün də ona bu şirin mayonu sifariş etdim. Açığı burada istədiyim model tapa bilmədiyim üçün Temu'dan aldım və çox bəyəndim. Bunun yanında hovuzda istifadə etmək üçün sürüşməyən su ayaqqabısı sifariş etdim. Həm hovuzda, həm də çimərlikdə çox rahat olacağını düşünürəm. Körpələr üçün olan üzmə bezi də aldım ki, hovuzda rahat istifadə edək. Məncə çox yaxşıdır, materialı da sərt deyil. Qardaşım üçün isə bu əl ventilyatorunu sifariş etmişdim, amma yoxlayanda gücünün zəif olduğunu gördüm. Çox güman ki, bunu geri qaytaracağam. Hər məhsul gözlədiyimiz kimi də olmur. Və yenə Elisa'nın sifarişini açırıq. Hamam süngəri almışam. Çox da yaxşıdır, xoşuma da gəldi. Və ən maraqlı məhsullardan biri də bu şişmə havuzudur. Hələ açıb qurmamışam. Növbəti vloqlarda birlikdə quracağıq və necə olduğunu da sizinlə bölüşəcəm. Bunlar isə ikili orqanizrdir. Əndəmdə olduqları üçün ikisini birlikdə çox sərfəli qiymətə aldım. Şkafların için sərgilə olmasını ən çox sevdiyim üçün tez-tez istifadə edəcəm bunları. Çox makyaj etməsəm də olan məhsullarım şkafın içində dağınıq qalırdı. Ona görə belə bir makyaj çantası seçdim ki, həm sərgilə saxlayım, həm də harasa gedəndə rahatlıqla özümlə götürə bilim. Bu ayaqqabını isə qaynanam üçün sifariş etmişəm. Gündəlik istifadə üçün həm rahat, həm də yüngül görünür. Ümid edirəm ki, o da bəyənəcək. Və nəhayət ən çox gözlədiyim o məhsul. Düzüsünü desəm, bu sifarişdə ən çox buna sevinirdim. Güzgümün altında əşyalarım çox idi və hər şey qarışıq görünürdü. Bu orqanizrlə onları daha səliqəli yığa biləcəyim. Sadəcə Elisa hər şeyi götürüb dağıtdığı üçün orqanizri biraz hündür yerə qoyacağam ki, həm əşyalar qaydasında qalsın, həm də onun əli çatmasın. Ümumilikdə sifarişlərimin çoxuna razı qaldım. İstifadə etdikcə hər biri haqqında ayrıca fikirlərimi paylaşacağam. Siz də hansı məhsulu çox bəyəndiniz? Şərhlərdə yazın.